Ayrılığın səbəbi, pərdə arxası məqamları bugün Sportinfo AS saytında bir xəbər dərc olundu. Xəbərin başlığı. Görün nə olub. Dünən rəsmiləşən istefanın gerçək səbəbi bu imiş. Kəpəzin baş məşqçi postuna gətirilən Azər Bağırov dünən burayla vidalaşdı. Turan Tovuzla oyundan sonra vəzifəsindən getdiyini açıqladı. Klub da yaydığı açıqlamanı da təqdim elədik. Deməli, pro kateqoriyalı mütəxəssis iş başına keçdiyi vaxt bir illik müqaviləyə imza atıb. Həmin razılaşmaya əsasən klub ilk mövsümdə Bağırova 7.000 manat maaş ödəməyi öz üzərinə götürüb. Aylıq məvacibdən gedir söhbət. Orada göstərilib ki, çalışdırıcı komandanın Premier Liqada saxlamağı bacararsam, ona 5.000 manat mükafat ödəniləcək. Sözləşmənin daha bir il uzadılması isə tərəflərin şərtlərinin üst-üstə düşməsindən asılıdır. Kəpəzin yeni rəhbərliyi Bağırovla oyun oynayıb. Belə yazılır. Ona öncə artımla bağlı məlumat verilib, əmək haqqının 10.000 manata çatdıracağı vəd olunub. Daha sonra isə bildirilib ki, məvacib dəyişməyəcək, qalırsa qalsın, gedirsə getsin. Mən də əldə etdiyim xəbərlərdir. Yəni, bu Sportinfonla dərc olunan xəbərin düzgünlüyüdür. Yəni, həqiqətən necə varsa hadisə elə də cəryan edib. Və Azər Bağırov da əvvəlki maaşla razılaşmayıb. Bəli, çünki o dövrdə komanda çətin vəziyyətdə idi, daha yüksək məbləğ də tələb eləyə bilərdi. Hətta o dönəm bəlkə də 10.000 manat maaş da tələb edilsə, o razılaşacaqdılar. Yəni, onu təqdim etməyə. İndi 8.000 də ola bilər, 9.000 də fərq etmir. Sadəcə olaraq, orada yəni biraz ehtiyatlı davranıb. Yəni, əsas komandaya ayrılacaq pulların, mükafatların və s. önəmli olduğunu deyib. Futbolçularda motivasiyanın, ruh yüksəkliyinin ən yüksək səviyyədə olmasının vacibliyini vurğulayıb və bu fonda belə bir qərar alıb və sezon sonunda, mövsüm sonunda yəni bununla bağlı yenidən görüşüləcəyi diqqətə çatdırılıb. Belə bir məsələ var. Deyir, düzəlməyən işə göndərdilər, adını yarıtmaz qoydular. Azər Bağırov düzəlməyən işə göndərdilər. Amma Azər Bağırov yarıtmaz olmadı. Öz məşqçilik bacarığı, getdiyi hər komandada toxunuşu ilə komandalara verdiyi motivasiya, oyun olaraq, mental olaraq fərqliliklə çox önəmli işlərə imza atdı. Amma yarıtmaz burada kim oldu? Yaratmaz onun yekunda urvatsız şəkildə yola salan rəhbərliyi oldu. Amma onların da fəaliyyətindən də biz təbii ki, çempionat başlayandan sonra qiymət verəcəyik. Yəni, bu qərarda necə olub? İndi sənin fikrin nədir, Ramiz? Yəni, mən açığı dünən sosial mediada bununla bağlı öz fikirlərimi bildirmişdim. Yəni, canlı yayımda. Əslində, Azər Bağırovla yolların ayrılması dünya futbolunda belə hadisə ilk deyil. Belə məqamlar olur. Yeni gələn rəhbərlik, yeni baş məşqçilə işləmək istəyir. Səbəbsiz yəni, mən bu baş məşqçilə işləmək istəyir. Bu, hətta nəinki futbolda istənilən həyatda da var. Yəni, mən bir yerə tutaq ki, iş görməyə gedirəmsə, istəyirəm ki, ətrafımda mən tanıdığım öz kadrlar olsun. Azər Bağırov sadəcə, hətta mən maraqlıdır ki, oyundan sonraki mətbuat konferansında nəticə ilə bağlı Azər Bağırova sual veriləndə bildirdi ki, mən oyundan qabaq nəticəni bilirdim artıq. Bu oyunun əhəmiyyəti yox idi. Yəni, artıq futbolçulara da deyilmişdi. Məğlub olacağı da bəlli idi komandanın. Sadəcə, ümumiyyətlə oynamadı. Kəpəz qərb derbisində Turan Tovuza qarşı demək olar ki, mübarizə aparmaq istəmədi. Bir sözlə, yəni Azər Bağırovun gedəcəyi əslində nəinki indi? Səbailin Premier Liqanı tərk edəcəyi rəsmiləşdiyi oyun var Zirəyə məğlubiyyətdən sonra. Ondan sonra artıq o nəticə gələn kimi dərhal Azər Bağırovla yollar ayrılacaq. Hətta ondan əvvəl də belə söhbətlər gəzirdi ki, Kəpəzin yeni rəhbərliyi olacaq, yeni sponsoru var və onlar Azər Bağırovla işləmək istəmirlər. Bu əvvəlcə mətbuata sızan bir xəbərdir. Daha sonra yavaş-yavaş bu böyüməyə başladı və yekunda həqiqət payının çox olduğu ortaya çıxdı və Azər Bağırov sadəcə siz necə, bəzən deyilir ki, kaş işləməzdi, kaş alınmazdı, kaş belə olmazdı, amma Azər Bağırov məşqçi kimi işin öhdəsindən gəldi. Ona verilən... Yəni, Araz Naxçıvanda da öz işini gördü. Bəli, etimadı doğrultdu və komandanı elitada saxladı. Çətin keçən mövsümdə Kəpəzin elitanı tərk etməməsinin səbəbkarı təbii ki, klubun
idarəçiləri ilə yanaşı, çünki orada ona şans verən, onunla işləyən və əziyyət çəkən insanlar var əlbəttə ki. Eyni zamanda futbolçuları motivasiya eləyib, onlarla düzgün iş quran baş məşqçi idi. Kəpəz elitada qaldı və indi artıq elə bir dönəm gəldi çatdı ki, qərar anı